Mən mühəndisəm, Ağdam Mexanik Suvarma İdarəsinin rəisi vəzifəsində işləyirəm. Həmin vaxtda elə işləyirdim. İşlədiyim dövrdə 2-ci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə su mənbələrinin inventarizasiya olunması və digər araşdırma işləri ilə əlaqədar olaraq Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin müvafiq əmrinə göstərişinə əsasən idarədə yaranmış komissiya ilə birlikdə Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində baxış keçirdirdik. Bir neçə yerlərdə, çox yerlərdə baxış keçirdik. Nəhayət Ağdam rayonunun Novruzlu kəndində subartezian quyusunu yaxınlaşılan anda qeyri-ixtiyari gözləmədiyim vəziyyətdə minaya düşdüm. Bir dəhşətli partlayışın şahidi oldum. Bir anlıq sağ çiynimin üstündə istədim arxaya baxam, elə bildim ki, yəni yoldaşlar minaya düşürdülər. Amma o sağ çiynimin üstündə boynumun burulmağından əlavə ayrı heç bir şey xatırlamıram. Bir də onda xatırladım ki, uzanmışam üzü üstə, üstümə başıma göydən toz, torpaq belə tökülür. Məni götürdülər xəstəxanaya. Xəstəxanaya götürəndən sonra ayağım amputasiya olundu. Müvafiq orqanlar, qurumlar gəlib mənim orada düşdüyüm hadisəni araşdıranda, ora baxanda baxıb görüblər ki, həmin minaya düşdüyüm yerin sol tərəfində əlavə 7-8 ədəd şahmatı bastırılmış minalar var. 2-ci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi və bütün qələbələri də əldə elədik. Bugün dilimiz uzundur və deməyə də sözümüz var. Təsadüfdən mən də xəstəxanada 44 gün yatdım. 44 gün ərzində sağ olsun bizim həkimlərimiz, tibbitçilərimiz çox yaxşı xidmət göstərdilər. Elə bir mənə qayğı göstərdilər, elə müalicə elədilər ki, şükür Allaha, bu günləri işləyirəm. İşimin üstündəyəm, heç bir çətinlik yoxdur. Erməni terrorunun yarasını, ağrısını canımda yaşayıram. Hər gün mən bunu yaşayıram, bu narahatçılıqları. Hər yatıb səhər tezləndən yuxudan duranda baxıram ki, ayağımın bir parçası yoxdur, bir hissəsi yoxdur. Mən hər yeriyəndə əziyyət çəkirəm. Hər addım atanda mən mənfur düşmənlər və onların törətdiyi mina terroru mənim yanıma düşür. Və onlar belə insafsızlıq, belə narahatçılıq ola bilər. Buna dünya necə dözür? Müharibə ilə, hərbi ilə əlaqəsi olmayan insanlar minaya düşürlər. Minadan zərər çəkirlər. Mina terroru yaradırlar. Bunun qarşısı alınmalıdır. Mənfur düşmənlərimizə dayanmaq, dayan, stop işarəsini dünya verməlidir.